Bakı, Cənubi Qafqazda sülh gündəliyinin müəllifidir. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Başkomandan İlham Əliyevin rəhbərliyi ilə qalib gələn Azərbaycan bölgədə yeni reallıqlar yaradan, müstəqil, ərazi bütövlüyü və suverenliyini tam bərpa etmiş ölkəyə çevrilib. Bu reallıqların nəticəsidir ki, Bakı və İrəvan artıq 11 aydır sülh şəraitində yaşamağı öyrənir. Prosesin sürətlənməsi üçün Bakı bütün mümkün addımlar atır. Bu xüsusda Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri Prezident İlham Əliyevin apardığı uğurlu diplomatik kursun təzahürüdür. Son 5 il ərzində münasibətlərin tənzimlənməsi üzrə Azərbaycan və Ermənistan arasında təmaslar müntəzəm olaraq davam etdirilib. Bu təmaslar həm dövlət başçıları arasında, o cümlədən bir sıra dövlət və hökumət qurumları arasında, eləcə də vətəndaş cəmiyyəti təsisatları arasında baş tutub. Əldə edilmiş nəticələr onu deməyə əsas verir ki, sülh gündəliyi tədricən hər iki tərəfin ictimai-siyasi dairələrində daha geniş dəstək qazanmaqdadır. Keçən həftə Ermənistanda keçirilmiş parlament seçkilərinin nəticələri də onu göstərir ki, çox ciddi xarici müdaxilələrə və revanşist qüvvələrin daxili müqavimətinə baxmayaraq Ermənistan cəmiyyətində çoxluq sülhün tərəfindədir. Məlumat üçün bildirək ki, Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb. Görüş Ermənistanın Dilican şəhərində baş tutub. Tərəflər sülh gündəliyi ilə bağlı bir sıra məsələləri müzakirə ediblər. Müzakirələrdə regionda davamlı sülh və sabitliyin təmin olunmasına yönəlik səylər çərçivəsində iki tərəfli dialoq, həmçinin işçi səviyyəsində təmasların davam etdirilməsi barədə razılığa gəliblər. Bugün də sülhün reallığa çevrilməsi üçün bütün maneələrə baxmayaraq, hər iki dövlət tərəfindən güclü siyasi iradənin ortaya qoyulması vacib şərtdir. Seçkilərdən sonra Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri və Ermənistan Təhlükəsizlik Şurasının sədri ilə keçirdiyi görüşlər də bu siyasi iradənin göstəricisidir. Görüş əsnasında müzakirə olunan məsələlər sülh müqaviləsinin imzalanmasını daha da yaxınlaşdırmaq, onun reallığa çevrilməsi ilə bağlı Azərbaycan və Ermənistan cəmiyyətlərindəki gözləntilərin doğruldurulması baxımından əhəmiyyətli məsələlərdir. Azərbaycan dövlətinin bu istiqamətdə atdığı ardıcıl addımlar Cənubi Qafqaz bölgəsində sülhün əldə olunması və daimi təhlükəsizlik arxitekturasının yaradılması baxımından həlledici rol oynayır. İndiki halda Prezident İlham Əliyevin irəli sürdüyü sülh gündəliyi təkcə siyasi bəyanatlarla yox, həm də qarşılıqlı etimadın formalaşdırılmasına xidmət edən konkret əməllərlə diqqət çəkir. Prezidentin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri və keçirdiyi görüşlər buna əyani sübutdur. Xüsusilə də regionda yeni əməkdaşlıq mühitinin yaranması, sülh sazişinin imzalanması və gələcək münasibətlərin normallaşması fonunda.